Diploid orqanizmin rüşeym hissəsində mərkəzi hüceyrə, yumurta hüceyrənin xromosom cəmi, deməli, N qəbul etsək, mərkəzi hüceyrədə olan xromosomların neçə olduğunu hesablayın. Deməli, diploid orqanizmin rüşeym hissəsi vardı və biz burada rüşeym hissəsi seçək. 3 ədəd antipod, 2 ədəd sinergid, yəni mayalanmada iştirak etməyən hüceyrələr, 1 ədəd yumurta hüceyri iştirak edir. Və burada bunlar ümumi plazmadan ayrılır, özlərinin xüsusi plazması ilə əhatə olunurdu. Rüşeym hissəsinin içərisində 1 ədəd də mərkəzi hüceyrə olur. Deməli, biz bunların sayını göstərək sizə. Bu mərkəzi hüceyrədir, qısaca yazırıq. Mərkəzi hüceyrə. Bu isə yumurta hüceyrədir. Yumurta hüceyrə. Normal orqanizmdə, diploid orqanizm dediyi üçün normal orqanizm götürürük. Mərkəzi hüceyrənin xromosom sayı 2 hüceyrənin birləşməsində yarandığı üçün biz buna 2N qoyuruq. Yumurta hüceyrənin xromosom sayı isə N olur. Yəni, biz indi mərkəzi hüceyrə, yumurta hüceyrənin xromosomlarının cəmini N qəbul edirik. Yəni, bu ikisi birlikdə N olacaq ya da X-ə bərabərdir, fərqi yoxdur. Götürək, deməli, N qəbul etdiyimiz mərkəzi hüceyrə ilə yumurta hüceyrənin xromosomu. Yəni, baxın, yəni N-ə bərabərdir ya da K-ya bərabərdir, fərqi yoxdur. Burada götürək, N götürürüksə, bizdən sonra mərkəzi hüceyrədə neçə xromosom olduğunu deyir. Mərkəzi hüceyrədə xromosom sayını tapmaq istəyirsə, bu 2N-ə bərabər olacaqdır. 2N-ə bərabər olacaqsa, biz N-ə qiymət versək, onda deməli 2-ni almalıyıq və 2N bölək 3 cavabımız düzgün olacaqdır.